Bugün 8 may tarixidir və nə yaxşı ki, 8 may artıq bizim üçün bir qara gün deyil, bir qanlı tarix deyil və bizim üçün 6 il öncəyə kimi olan 8 may 6 il sonrakı, yəni son 6 ildəki 8 mayla yerlə göyə qədər fərq var və niyə 8 may? Çünki 8 may Şuşanın işğal günüdür və biz artıq torpaqlarımızı işğaldan azad etmişik, ərazi bütövlüyümüzü təmin etmişik və bütün ruhu ilə, bütün dəyərləri ilə Azərbaycan olan, keçmişi ilə, gələcəyi ilə, hər şeyi ilə Azərbaycan olan Şuşamızı biz nəhayət ki 2020-ci ilin noyabrında, hələ 8 noyabrında biz işğaldan azad etdik. Və 28 il bizdən ayrı qalan, hətta 28 ildən də artıq bizdən ayrı qalan torpaqlarımıza biz qovuşmuşuq Azərbaycan ordusunun sayəsində və Azərbaycanlı insanların, Azərbaycanlı valideynlərin yetişdirdiyi oğullar sayəsində biz torpaqlarımıza qovuşduq. Və bugün mən Şuşa haqqında danışmaq istəyirəm. Şuşanın həm 92-ci ildəki işğalı və 2020-ci ildəki azad olunmasına qədər. Ümumiyyətlə, Şuşa Azərbaycan üçün keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində niyə daha çox bizim üçün doğma idi? Çünki keçmiş Dağlıq Qarabağ Muxtar vilayətində son 200 ildə daha çox Azərbaycanlıların, yəni müsəlman əhalinin məskunlaşdığı şəhər, rayon Şuşa şəhəri. Və onun ətrafında Xankəndidə, Əsgəranda və digər yerlərdə həm ermənilər, həm Azərbaycanlılar kompakt yaşayırdı. Amma nisbətən, məsələn, Xankəndi kimi şəhərdə nisbətən ermənilər daha üstünlük təşkil edirdi. Nisbətən də yox, hətta etiraf edək ki, daha çox erməni sakinlər orada üstünlük təşkil edirdi. Amma Şuşada bütövlüklə demək olar ki, Azərbaycanlılar məskunlaşmışdı və həm də tək məscid keçmiş Muxtar vilayətdə, Dağlıq Qarabağ Muxtar vilayətində tək məscid də Şuşada yerləşirdi və bu da həm də insanların ora mənəvi bağlarının da yaranmasını bir növ tətikləyirdi, deyək. Və Şuşa ümumiyyətlə Azərbaycan həm də mədəniyyət mərkəzi idi. Şuşadan bizim nə qədər ziyalılarımız çıxmışdı. Tarix boyu Şuşa bizim üçün çox önəmli olub. Azərbaycanın ən dilbər güşələrindən biri olub. Ümumiyyətlə Qarabağ özü bütövlüklə Kiçik Qafqaz dağları və ümumiyyətlə Kəlbəcəri olsun, Laçını olsun, Şuşası olsun, hər birisi bizim üçün doğma idi təbii ki. Amma Şuşanın niyə daha çox digərlərindən üstün olmasını mən bir qədər öncə qeyd etdim. Və təsadüfi deyildi ki, İlham Əliyev də 8 noyabr günü Şuşanın işğaldan azad olunmasını xüsusi təntənə ilə qeyd etmişdi və xalqa çatdıranda xüsusi video material hazırlanmışdı ki, İlham Əliyev gedir atasının büstü üzərində, məzarı üzərində bu elanı etdi. İctimaiyyətdə Azərbaycan xalqına Şuşanın rəsmən işğaldan azad olunması elanını xüsusi qeyd etdi və ona görə də bunun özü də ümumiyyətlə Şuşanın Azərbaycanlılar üçün nə mahiyyət daşıdığını göstərir. Təbii ki, Şuşa heç vaxt Azərbaycandan kənarda qala bilməzdi. Bunu bizim keçmiş düşmənlərimiz, yəni düzdür, indi sülh müqaviləsi yoxdur, amma sülhə hazırlıq gedir deyə indi biz Ermənistan Respublikasını və yaxud da ki, erməniləri düşmən adlandırmaq indi nə qədər doğru olar, bu ayrı mövzudur. Amma təbii ki, ermənilərin içərisində, hətta onların siyasi elitaların içərisində də Rusiya ilə bağlı olan kəslər, Rusiya ilə eyni maraq qruplu olan kəslər Azərbaycana hələ də düşmən mövqeyi sərgiləyirlər Paşinyandan fərqli olaraq. Amma istənilən halda bizim düşmənlərimiz sadəcə bunu başa düşmək istəmirdilər. Nəyəsə görə bunu başa düşmək istəmirdilər ki, Şuşa Azərbaycansız ola bilməz, Azərbaycan da Şuşasız ola bilməz. Ümumiyyətlə, Gəncə üçün, Azərbaycan üçün nədirsə, Şuşa da odur. Baxmayaraq ki, Gəncə bizim tarixi paytaxtımızdır. Ümumiyyətlə, Şuşa Azərbaycanın hər şeyidir demək olar ki. Və bizim Şuşadan necə çıxmağımız 92-ci ildə, Azərbaycanlıların oranı necə tərk etməsi, necə faciəvi bir durum may ayının əvvəlləri olmasına rəğmən qarlı, soyuq, şaftalı havalar idi. Və biz o kadrları təbii ki, Çingiz Mustafayev, bizim əfsanəvi jurnalist,
Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin gözündən həm də görürdük ki, o kadrları biz uşaqlığımızdan biz Aynis telekanalında təbii ki, mənim uşaqlığıma təsadüf edir bu 2000-lərin əvvəlləri və Aynis telekanalında biz tez-tez o efirlərdə görürdük, xəbərlərdə görürdük. Ümumiyyətlə Aynis televiziyasının bu şeyi çox yaxşı idi ki, həqiqətən də vətənpərvərlik mövzusunda çox böyük işlər görmüşdü Aynis televiziyası və onların qızıl fondunda olan o dəyərli kadrlardan elə şəxsən mən özümdən götürürəm ki, mən orada nə qədər informasiyalara çıxmışam, nə qədər şeylər biz öyrənmişik, görmüşük və həmin günlər gördüyümüz, həmin günlər bizim izlədiyimiz o kadrlar təbii ki, ömrümüzün axırına kimi bizim yaddaşımızdan silinməyəcək. Ona görə də hər bir azərbaycanlı bugün Şuşalı Azərbaycanı da görür, amma həmin dövrlərdə Şuşasız Azərbaycan var idi və bir tərəfi yarımçıq olan, 20% işğal altında olan Azərbaycanı da görürdük. Amma indi keçmiş haqqında biz məncə çox danışmayaq. Nəyə görə Şuşa işğal olundu, hansı ərəfələr idi Azərbaycanda, ümumiyyətlə prezident yox idi həmin ərəfədə, ölkədə müvəqqəti idarəetmə verilmişdi parlamentin spikerinə və s. və ilaxır. Təbii ki, yeni müstəqillik əldə edən bir ölkə idik, hərcmərclik dövrü idi, siyasi stabillik yox idi, vahid komandanlıq yox idi orduda. Ümumiyyətlə, bunları biz artıq bu mərhələləri keçməliyik və bunları Azərbaycan televiziyaları da, hakim partiya da bunu tez-tez propaganda aləti kimi istifadə edir ki, biz gələndən sonra 93-cü ildən sonra düzəltdik. Aydındır, təbii ki. Hətta 91-92-ci illərdə Heydər Əliyev özü belə prezident olsa, mən düşünürəm ki, yenə də vahid komandanlığın yaranmasına, yenə də hərcmərcliyin olmasına tam həll edə bilməzdi. Necə ki, bu Azərbaycanın bu sancılı dövrləri təxminən elə 95-96-cı ilə kimi davam etdi. Onsuz və 94-95-ci illərdə Azərbaycanda nə qədər siyasi skandallar baş vermişdi. Amonçuların qiyamı olsun, ondan əvvəl mart hadisələri olsun. Ona görə də yeni müstəqillik əldə edən ölkə üçün bunlar hamısı normaldır. Sadəcə biz Sovetin kiçik puzzle'larıydıq. Sovetdən ayrılandan sonra müstəqilliyimizi əldən edən Azərbaycan, Ermənistan və digər bütün postsovet respublikalarında Rusiya dərin dövləti deyək və yaxud da ki, KGB-si deyək, hər birində təbii ki, bir süni münaqişə ocaqları yaratmışdı, etnik münaqişə ocaqları xüsusilə yaratmışdı və bu Rusiyanın növbəti 100 ildə həmin ölkələri yenidən öz təsiri altında saxlamağa xidmət edən bir addım idi. Və nəhayət ki, çox şükür ki, postsovet ölkələrindən tək Azərbaycan, bunu biz xüsusi qeyd etməliyik, tək Azərbaycan ordusudur ki, öz problemini özü həll edib. Və belə görünür ki, bu problem bir də həmlik həll olunub. İndi yaxın dönəmlərdə sülh müqaviləsi imzalansın və rəsmən artıq bu məsələyə bir nöqtə qoyulsun. Arzu edək ki, tez bir zamanda sülh müqaviləsi bağlansın və indi mən düşünürəm ki, biz daha çox Şuşanın işğaldan azad olunmasından sonra danışaq. Təbii ki, bütün Azərbaycan mediasında, xüsusilə də hökumət mediasında, həm də hökumətin propagandası ilə məşğul olan mediada xüsusilə onlar bu ümumiyyətlə Qarabağın işğaldan azad olunmasını, həm də elə Şuşanın işğaldan azad olunmasını hökumətin propaganda alətinə çevirirlər. Biz aydındır, biz başa düşürük. Təbii ki, bu uğur bütün tarix boyu 100 illər belə keçsə də, insanlıq nə qədər yaşayırsa, Azərbaycan dövləti nə qədər yaşayacaqsa, bu xüsusi qeyd olunacaq ki, Qarabağ işğaldan azad olunanda, Şuşa işğaldan azad olanda Azərbaycanın prezidenti filan kəs idi, Azərbaycanda hakim partiya filan partiya. Yəni onsuz da bu olunacaq. Amma siz bunu aşırı formada sui-istifadə etməyiniz, Azərbaycan ordusunun burada zəhmətini endirib, hansısa siyasi elitanın zəhmətini çox qabartmaq. Diqqət edin, mən hər iki tərəfin zəhmətini burada qeyd edirəm, amma siz bir tərəfi qabardırsınız, o bir tərəfi aşağı salırsınız. Amma halbuki təbii ki, verilən siyasi qərarlar, doğru analizlər, bunlar qurulmuş doğru müttəfiqlər, beynəlxalq aləmdə stabilliyi saxlamaq ki, məsələn, BMT qətnamələr həmin dövrlər qəbul etmədi. Ümumiyyətlə, xarici siyasəti həmin dövrlərdə nisbətən balanslı saxlamaq Azərbaycan siyasi elitasının uğuru idi. Amma burada daha böyük uğur təbii ki, Azərbaycan ordusunun idi. Və biz hər dəfə Qarabağ zəfərindən danışanda biz birinci Azərbaycan ordusundan danışmalıyıq. Ondan sonra Azərbaycandakı siyasi figurlardan və yaxud da ki, prezidentdən və yaxud da ki, hakim partiyadan. Birinci Azərbaycan ordusu gəlməlidir. Və o ordu ki, onun övladları bütün dünyanı şoka salaraq 44 gün ərzində o zəfəri qazandılar
və həmin oğullar ki, onlar Şuşa qayalarına dırnaqları ilə, əlləri ilə çıxmışdılar və bütün dünya bunu bilir. Bütün ermənilər şokdaydılar, bütün ermənilər heyrətdə idilər ki, bu insanlar nə qədər bu torpaqları istəyir ki, bu cür fədakarlıq edirlər. Bu fantastik bir qələbə idi, bu fantastik bir döyüş bacarığı idi Azərbaycan ordusu nümayiş etdirdi bütün dünyaya, nəinki bizim düşmənlərimizə. Və bugün onların zəhmətini yerə vurmaq olmaz. Bugün həmin o Şuşada döyüşən sağ qalan bizim şəhidlərimiz, yəni müharibə veteranları, qazilərimiz, bugün onlar 80 manat müavinət alır. Və 80 manat 2020-ci ildən bəri görün hər şeyin qiyməti nə qədər artırılıb. Mən dəfələrlə bu haqda danışmışam. Mən dəfələrlə bu haqda danışmışam ki, qazilərin, veteranların müavinəti artırılmalıdır. Ümumiyyətlə, Azərbaycanda müharibə iştirakçılarına münasibət dəyişməlidir. Onlar bizim baş tacımızdır. Onlar bizə tarixi qələbə yaşadan insanlardır. Və bunu biz bir dəfəlik başa düşməliyik. Əgər İlham Əliyev özünün prezidentlikdən sonraki dövründə bütün Azərbaycan xalqından hörmət və izzət görmək istəyirsə, bir qələbə qazanmış Ali Baş Komandan kimi, bugün o qələbə qazanan Azərbaycan ordusuna eyni hörməti qoymalıdır. Bugün sən qələbə qazanan öz ordu nümayəndələrinə, müharibə iştirakçılarına, sənin dövlət aparatın əgər istənilən hörməti qoymursa, əmin olmalısan ki, sabah sənin özünə də sən vəzifədən gedəndən sonra xalq o hörməti qoymayacaq. Və yaxud da sənin Azərbaycan ordusuna qoyduğun, sənin müharibə iştirakçılarına qoyduğun hörmətə bərabər hörmət qoyacaq. Və bunu iqtidar bilib, bundan nəticə çıxarmalıdır. Əgər çıxarmırlarsa da bu onların problemidir. Amma həm də Azərbaycan xalqının problemidir. Çünki Azərbaycan ordusu tək hakim elita üçün, tək Yeni Azərbaycan Partiyası üçün döyüşməyib ki. Bütün Azərbaycan üçün döyüşüb. Və bugün əgər hakim elita, hakim partiya Azərbaycan ordusuna, Azərbaycanın tarixi qələbə nəsib edən övladlarına yaxşı, ədalətli münasibət sərgiləmirsə, Azərbaycan xalqı artıq burada araya girib öz sözünü deməlidir. Bu söz necə olmalıdır, seçkidə olmalıdır, yoxsa müəyyən sivil etirazlar nəticəsində olmalıdır? Bu artıq xalqın verəcəyi qərardır. Amma artıq Azərbaycan siyasi elitası da bir mənalı olaraq başa düşməlidir ki, Azərbaycan xalqı bu ordunu çox sevir. Çünki bizə 200 ildən sonra tarixi qələbə yaşadan və az qala bizim heç vaxt düşünməyəcəyimiz 44 gün ərzində bizə tarixi qələbə yaşadan bu övladlarına sahib çıxacaq. Müharibədən sonra bizim nə qədər qazimiz intihar edib. Və əksəriyyətinin də təbii ki, onlara yad münasibət sərgiləməyindən gileylənirlər. Əksəriyyətinin rifah problemi olub, maddi problemləri olub. Amma olmamalıdır. Çünki onlar bu tarixi zəfərin ən öncül insanlardır. Birinci onlar gəlir, ondan sonra digər insanlar və yaxud da ki, siyasilər. Və bir daha sonda mən çox danışmaq istəmirəm bu mövzuda və tam da negativ məsələlər üzərində də danışmaq istəmirəm. Çünki çox şükür ki, həqiqətən biz artıq 6 ildir ki, 5 ildir ki, daha doğrusu, biz artıq 5 ildir ki, 8 mayı əvvəlki kimi qəmli, kədərli gün kimi xatırlamırıq və bizim üçün 8 may artıq təqvimdə adi günlərdən biridir. Çünki bizim artıq 8 noyabrımız var və bizim zəfər günümüz var. Və nə qədər ki, Azərbaycan ordusu var, mən düşünürəm ki, Azərbaycanın bu zəfəri toxunulmaz olacaq, Azərbaycanın bu zəfəri daimi olacaq.